Evində bu qutu olanların 2 dənə böyük problemi var. Birinci problem doğrudan da belə böyük olmaqdır, qabaretli olmaqdır. İkinci problem isə bəzən printer qədər də xərciniz çıxa bilər. Çünki mürəkkəbli printerlərdə mürəkkəb qalıb quruyanda onun başlıq hissəsinə o qədər xərc çıxa bilir bəzən. Mən Nurlan Qurbanov, yeni videomda hamınızı salamlayıram. Bugün özümə yeni aldığım printerdən danışmaq istəyirəm. Niyə almışam, nə üçün almışam və niyə bu modeli seçmişəm? Hal-hazırda qarşımda gördüyünüz printer HP-nin MFP M141W modelidir. Bunun bir dənə də A tipli modeli var, M141A. O sadəcə Wi-Fi əlaqəsi olmadığını düşünürdüm, lakin görürəm ki, burada bəzi display məsələlərində də fərq var və 141A-da görməmişdim. Bunda isə bir funksiya görürəm ki, çox yararlı bir funksiya, danışacağam. Mən bu printeri 350 manata almışam Bakının, Azərbaycanın böyük elektronika mağazalarından birindən. Hal-hazırda endirimdə idi 350 manata, səhv etmirəmsə. Təbii ki, siz internetdə və satış saytlarında daha ucuz qiymətə tapa bilərsiniz, endirimsiz qiymətə də. Bu printerin xüsusiyyəti nədir ki, Wi-Fi qoşulma özəlliyi var. 2.4 GHz-dən Wi-Fi-yə qoşula bilir. Mürəkkəb deyil, lazer printerdir. Quruma, nə bilim, o başlıq hissəsinin quruması falan problemi yoxdur. Evlərdə və kiçik ofislərdə sizə yararlı ola biləcək bir printerdir. Çünki o qədər uzun müddətli istifadə olunmayan printerlərdə bəzən problemlər yarana bilir. Digər lazerli printerlərdə isə məlum məsələ qiymətdə baha olur. Ona görə düşünürəm ki, evdə buna o qədər də ehtiyac yoxdur. Təbii ki, yenə işinizin təyinatına görə dəyişə bilir. Bu printer ağ-qara lazer çap eləyir. Dəqiqədə səhv etmirəmsə 27-30 səhifə çap eləyə bilir və gördüyünüz bu hissəyə 150 vərəq yerləşdirə bilirsiniz. Çıxış hissəsi isə 100 vərəqi götürə bilir. Üçü birindədir. Həm kserokopiya, həm daha doğrusu sürət çıxarma, həm skan və printer, all-in-one bir printerdir. Displeyin olması burada gəlməsi belə göstərim. Burada displeyin olması yaxşı bir xüsusiyyətdir. Ona görə ki, siz sürət çıxarmada çıxaracağınız, belə deyək, sürətini çıxaracağınız bir kağızın, sənədin sayını təyin edə bilirsiniz. Amma digər versiyada bu yoxdur. Və burada bir düymə var ki, görürsünüz ID kart, yəni vəsiqəyə oxşuyur. Deməli bu düyməni basırsınız. Vəsiqənin bir tərəfini qoyursunuz. Sonra birdə, daha doğrusu yox, vəsiqənin bir tərəfini qoyub düyməni basırsınız. Sonra vəsiqənin digər tərəfinə çevirsiniz. Yenə düyməni basırsınız. Artıq bir kağızda kağızı çevirmədən vəsiqəni avtomatik olaraq çap eləyir bu printer. Nəyə görə bu printeri aldım? Dünyanın ən kiçik lazer printerlərindən biridir. Ev üçün praktikdir. Yəni hardasa siz gündə belə deyək, bir 2 səhifəlik bir yazınız varsa, müqavilələr, nə bilim, hər hansı bir sənədlər, hər hansı bir rəngləmə kağızları övladınız üçün çıxarmaq istəyirsinizsə, bu printer əsl sizin üçün deyə bilərəm. Tonerdir, toz boyadır, ona görə də qurma problemi yoxdur qeyd elədiyim kimi. Sadəcə telefonla və yaxud da Wi-Fi olan kompüterlə rahatlıqla qoşula bilərsiniz. Printerim yox idimi? Var idi. Apple-ın silikon prosesorlarına keçəndən sonra artıq məndə olan printeri dəstəkləməməyə başladı və müəyyən driverlər, müəyyən qoşulma yolları yoxlasam da yenə gördüm ki, qoşulmur, alınmır. Ona görə məcbur artıq printerimi dəyişmə məcburiyyətində qaldım. Çünki təsəvvür elində bir sənəd lazımdır. Get dəftərxana axtar, oradan dəftərxananın kompüterinə köçürdü onu ki, bəzi sənədləri köçürmək konfidensiallıq baxımından yaxşı sayılmır. Onlar sənəd çıxartsınlar, bunu versinlər. Ondan sonra kimə deyəcəksin? Qardaş, sən Allah bu sənədi sil də buradan. Bu biraz qeyri-professional görünür. Ona görə də evdə məncə ofis işi ilə məşğul olun. Daha doğrusu bir işlə məşğul olanların evdə mütləq şəkildə bir bu qutudan olmalıdır. Kiçikdir, kompaktdır, all-in-one'dır və qiymətinə görə yaxşı keyfiyyətdədir. Toner olduğuna görə də net çıxardır, yəni dəqiq çıxardır. Hal-hazırda üzərində gələn kartridj, belə deyək, həmin 150A kartridjidir və 375-500 səhifə bəs eləyə bilir sizə. Lakin bunu yeniləyəndən sonra 975-1000 səhifəyə qədər bəs eləyəcəkdir. İçində bir toz boya var. O toz boya bildiyim qədər doldururlar. Bir 10 dəfə, 15 dəfə doldururlar. Ondan sonra yenisini almalısın. Yenisi də 150 manatdır. Yenə də sərf eləyir, yaxşıdır. Qiymətin bu arada kartrijin tam dəqiq bilmirəm. Yəni təxmini 100-150 manat arası olmalıdır, səhv etmirəmsə. Bəlkə də indi qalxıbdır. Və HP brendi olduğu üçün bir çox brendlər var idi. Biraz güvən yaratdı və baxdım ki, doğrudan da satışları yaxşıdır. Elə bu printeri aldım. Məncə sizin də işinizə yaraya biləcək bir printerdir. Əgər
evdə və yaxud kiçik ofislərdə bir printer axtarırsınızsa, sizin üçün gözəl bir model ola bilər. Bugünkü videomuz bu qədər idi. İstərəm ki, yeni aldığım printeri sizinlə tanış eləyim ki, bəlkə kiməsə xeyri olar. Dəstək üçün videonu bəyənməyi və kanalıma abunə olmağı da unutmayın. Hələlik.